Dim test toplusundan, funksiyalar mövzusundan 22-ci sualın izahı ilə davam edək. Funksiyaların kəsmə nöqtələri verilir. Biri ax kvadratdır, biri də x plus b'dir. Və burada diqqəti nəyə yetiririk? Baxın, fikir verin, düz xəttin y oxun kəsdiyi nöqtəni verib. Y oxunu kəsəndə x axı 0 olurdu. Deməli, biz bu funksiyada x-i yenə 0 yazanda b qalır və b-ni də nə verib? 2 verib. Onsuz da kx plus b-də y-i kəsən yeri nə olurdu? B olurdu. Deməli, onda bizim gx funksiyamız var. X plus nədir? 2'dir. İndi fikir verin, bunların bir də 2 nöqtəsində kəsirlər. Kəsmək nə deməkdir? F2 nəyə bərabər olurdu? J2'yə. Onda gəlin bunlara uyğun olaraq düsturlarda nəzərə alaq. Olur 4'a və J2'ni hesablayanda bərabər olur 4'ə. Onda nəyə bərabər olur? 1'ə. Deməli, həm bizdə fx'imiz olur. X kvadrat tapdıq. Jx'imizi də tapmışdıq. Bu da olur x plus 2. İndi f mənfi 1 istəyir. Mənfi 1'in kvadratı 1'dir. J 2'ni istəyir. Olur 4. Bir də J 0 istəyir. J 0 da onsuz da varıdır. O da nə idi? 2 idi. Növbəti izahlarda görüşərik. Hər birinizə uğurlar.